Allah həmd olsun, Allah Teala bizi gözəl bir məclisdə cəm edib və biz Allahı xatırlayırıq, yad edirik və onun neymətlərindən bəhs edirik və onu təkləşdiririk. Onun nöqsanlardan uzaq tuturuq və ondan başqa heç bir ibadətə layiq olan məbudun olmadığına şahidlik gətiririk. Və bu bizim Allah Teala'ya yaxınlaşan əməllərimizdəndir. Hansı ki, o əməllər Allah Teala'ya qalxır və gözəl sözlər Allaha ucalır. Necə Allah Teala özü buyurur ki, İleyhi yəs'adu kəlimut tayyib vəl-əməlus salihu yərfəu. Gözəl sözlər və salih əməllər ona tərəf qalxır. Və bu görsənir ki, Allah Teala ucaladır. Çünki qalxmaq aşağıdan yuxarı olur. Necə enmək yuxarıdan aşağı olur. Və biz hər bir halımızda Allah Teala'ya həmd və səna edirik. Və verdiyi neymətlərə görə də ona şükür edirik. Və biz ona həmd etməkdə və şükür etməkdə acizik. Neymətləri çoxdur. Və ətası boldur. Səxavəti genişdir. İstədiyini edir. Və ondan başqa ilah yoxdur. O bizim idarə edənimizdir. Və bizi bağışlasa o bağışlayacaq. Və dönüşümüz də onadır. Cənnət əhlini də, cəhənnəm əhlini də o təyin edir. Və bütün işlər sonda ona qaydacaq. Biz onun qabağında acizik. Onun feilləri kamildir. Bizdən naqisdir. O lütfkardır. Biz naqisik. Və biz quluq, o Rəbdir. Və onun nöqsanı yoxdur. O pakdır. Bizim nöqsanımız var və pak deyilik. Və nə qədər istəsən uzatmaq olar. Allah